26 iyun Qafqazın ən müasir ordusunun günüdür. Azərbaycan Milli Ordusu hərbi hava hücumundan müdafiə, hərbi dəniz və quru qoşunlarından ibarətdir. Bu sıralarda xidmət edən və məsuliyyətli işində daim sevərək çalışan hərbiçilərimizi ürəkdən təbrik edirik. Saf televiziyası səhiyyə yönümlü olduğu üçün isə hərbi həkimləri xüsusilə ürəkdən təbrik edirik və diqqətinizə uzman ümumi cərrah Anar Aslanovun həmkarlarını təbrik etmə haqqında videosunu təqdim edirik. Bugün Azərbaycan Respublikasının Silahlı Qüvvələr günüdür. Bütün ordu mənsubunu, əskərindən zabitinə qədər hər kəs təbrik edirəm. Bu şərəfli işdə onların fəaliyyətlərində uğurlar arzulayıram. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu hərbi peşənin içində bir hərbi həkimlik də var. Həm hərbinin, həm həkimliyinin, həm çətinliyini, həm şərəfini özü ilə daşıyan bir peşədir. Bütün hərbi həkimləri, bütün kolleqalarımı təbrik edirəm. Bu sadəcə bir ordu mənsubunun bayramı deyil, bu həm də bizim bütün xalqımızın bayramıdır. İkinci Qarabağ müharibəsi ilə biz bu ordu ilə olan bağlılığımızı, birliyimizi sübut eləmiş olduq. Ona görə də bu əslində bütün kişilərin, bütün xalqımızın hər birinin bayramıdır. Hər kəs təbrik edirəm, uğurlar arzulayıram. Dəyərli, güclü cinsin nümayəndələrinin günü olduğu üçün xəbərlərimiz daha çox onlara aiddir. Dünyada kişiləri sevindirən 5 məşğuliyyət haqqında araşdırma apardıq və cavablar şəxsən məni xeyli heyrətləndirdi. Birinci yerdə nə karyeradır, nə də hobbi. Birinci yerdə kişilərin ailəsi və övladlarıdır. Birlikdə baxaq. Kişiləri ən çox sevindirən 5 amil. Kişilərin gündəlik həyatda xoşbəxt və məmnun olmasına təsir edən əsas faktorlar açıqlanıb. London School of Economics tərəfindən aparılan xoşbəxtlik axtarışı kişiləri xoşbəxt edən amillər adlı araşdırma kişilərin emosional rifahına ən çox təsir edən nəsnələri müəyyən edib. 10 ölkədə 10 min kişi arasında keçirilən bu tədqiqat bir sıra maraqlı nəticələr ortaya çıxarıb. Araşdırmaya görə kişiləri ən çox sevindirən birinci amil ailə və uşaqlarla vaxt keçirməkdir. Respondentlərin əksəriyyəti qeyd edib ki, ailə ilə qurulan emosional yaxınlıq və övladlarla münasibət onlara daxili rahatlıq verir. İkinci önəmli faktor uğurlu karyera və özünü faydalı hiss etmək olub. İş həyatında uğur qazanan və ictimai faydalı olduğunu hiss edən kişilər daha az stres yaşayır və daha məmnun həyat tərzi sürür. Üçüncü yerə isə səmimi dostluqlar çıxıb. Araşdırma göstərib ki, kişilər üçün güvəndikləri dostlarla vaxt keçirmək psixoloji tarazlığı qorumaqda əhəmiyyətli faktordur. Dördüncü amil hobbilər və şəxsi maraqlardır. İdman, musiqi, səyahət, balıq tutmaq, futbol oynamaq və ya fərdi fəaliyyətlər kişilərdə gündəlik həyatda rahatlama imkanını yaradır. Beşinci və sonuncu əsas səbəb isə hörmət və qəbul olmaq hissidir. Cəmiyyətdə və ailədə dəyərli sayılmaq kişilərin özünə inamına birbaşa təsir göstərir. Mütəxəssislər bildirir ki, bu faktorların balanslı şəkildə mövcudluğu kişilərin emosional və sosial rifahını əhəmiyyətli dərəcədə gücləndirir və sağlamlıqlarına müsbət təsir edir. Dünyanın ən sağlam və uzun ömürlü kişiləri harda yaşayır bilmək istəyirsinizsə, o zaman bu xəbəri diqqətlə izləyin. Təəssüflər olsun ki, xəbərin sonunda ən qısa ömürlü kişilər haqqında da məlumat vermişik. Niyə? Çünki bilməliyik. Bilmək isə hər zaman bir addım öndə olmaq deməkdir. Burada yaşayan kişilər sağlam və uzun ömürlüdür. Elmi araşdırmalar göstərir ki, dünyanın ən sağlam və uzun ömürlü kişiləri İtaliyanın Sardiniya adasında yaşayır. Bu nəticəyə Sardiniya adasının uzun ömürlülük və xarakterizə olunan coğrafi ərazisinin müəyyən edilməsi adlı elmi tədqiqatı gəlib. Araşdırma Experimental Gerontology jurnalında dərc olunub və bölgədə 1880 ildən sonra doğulan kişilər arasında aparılıb. Tədqiqatda ekstremal uzunömürlülük indeksi istifadə olunaraq Sardiniyanın Nuoro bölgəsində 100 yaşlı kişi sayı hesablanıb. Məlum olub ki, Budaq kəndlərində kişilər arasında 100 yaş və üzəri faizi dünyanın digər bölgələri ilə müqayisədə daha yüksəkdir. Mütəxəssislər uzun və sağlam ömrü genetika, fiziki aktiv həyat tərzi, təbii qidalanma və güclü sosial əlaqələrlə izah edir. Sardiniyalı kişilər
Kişilərdə ürək-damar, xərçəng və demans kimi xəstəliklərin daha az rast gəlinməsi də bu bölgəni fərqləndirir. Ümumdünya Səhiyyə Təşkilatının və Global Burden of Disease araşdırmasının nəticələrinə görə dünyanın ən qısa ömürlü kişiləri Afrika ölkəsi olan Çadda da yaşayır. Son statistikaya əsasən burada kişilərin orta ömür uzunluğu cəmi 53 il təşkil edir. Bu göstərici dünya üzrə ən aşağı göstəricilərdən biridir. Bilirik ki, bütün dünyada kişilərin həyatına son verən xəstəlik ürək və damar xəstəlikləridir və bunun səbəblərini də aşağı-yuxarı hamımız bilirik. Bəs ilk beşlikdə olan digər xəstəliklər hansıdır? Bilmək üçün birlikdə izləyək. Kişilər arasında ən çox yayılan 5 xəstəlik. Kişilər arasında rast gəlinən xəstəliklər müxtəlif amillərlə bağlı olaraq fərqli şəkillərdə özünü göstərir. Yaş, genetikaya meyillik, həyat tərzi və ətraf mühit bu xəstəliklərin yayılmasında mühüm rol oynayır. Həkimlərin və mütəxəssislərin fikrincə kişilər arasında ən çox yayılan ürək-damar xəstəlikləridir. Bu xəstəliklərə infarkt, insult və yüksək təzyiq kimi hallar daxildir. Siqaret, stress, düzgün olmayan qidalanma və hərəkətsiz həyat tərzi kişilərdə ürək problemlərinin əsas səbəblərindəndir. İkinci sırada xərçəng növləri yer alır. Kişilər arasında xüsusi prostat, ağciyər və bağırsaq xərçəngi geniş yayılıb. Siqaret çəkmə və alkoqoldan istifadə kimi vərdişlər bu xəstəliklərin riskini artırır. Üçüncü yerdə ikinci tip şəkərli diabet gəlir. Həddindən artıq çəki, az hərəkət və qeyri-sağlam qidalanma bu xəstəliyin yayılmasına səbəb olur. Şəkərli diabet vaxtında aşkarlanmadıqda böyrək, ürək və sinir sistemi kimi orqanlara zərər verə bilər. Dördüncü sırada qaraciyər xəstəlikləri dayanır. Qaraciyərin sirrozu, hepatit B və C virusları, həmçinin alkoqoldan həddindən artıq istifadə bu xəstəliklərin əsas səbəblərindəndir. Beşinci və ən çox diqqətdən kənarda qalan xəstəlik isə psixoloji problemlərdir. Depressiya, xroniki stress və intihar riski kişilərdə ciddi emosional və sosial nəticələrə gətirib çıxarır. Mütəxəssislər kişilərin duyğularını gizlətməsinin diaqnostika və müalicəsini çətinləşdirdiyini bildirir. Həkimlər kişilərə xüsusilə 30 yaşdan sonra mütəmadi tibbi müayinələrdən keçməyi, sağlam həyat tərzi seçməyi və psixoloji dəstəyə laqeyd yanaşmamağı tövsiyə edir. Günorta yuxusunun insan sağlamlığına təsiri haqqında çox maraqlı bir elmi araşdırmanı diqqətinizə çatdırırıq. Son araşdırmalar göstərir ki, uzun müddətli gündüz yuxusu insanların sağlamlığına ciddi təsir göstərir. Belə yuxu fiziki və psixoloji problemlərə, o cümlədən piylənmə, depressiya və ürək problemlərinə səbəb ola bilər. Tibb mütəxəssislərinin sözlərinə görə bu yuxunun əsas səbəbi qeyri-düzgün yuxu rejimidir. Orqanizmin metabolizmasını pozur, həmçinin insanın həyat tərzini dəyişir. Təhlükəsiz yuxu rejimi isə 15-30 dəqiqəlik qısa bir yuxudur. Bu insanı təravətləndirir və bioloji ritmləri pozmadan bərpa edir. Həkimlər bu müddətin sağlamlıq üçün ən uyğun olduğunu bildirir. Yanlış qidalanma, yuxu rejimi, eyni zamanda aktiv həyat keçirməmək, bunlar hamısı çəkimizi artırır. Amma bu səbəbi həqiqətən mən bilmirdim. Məhz bu səbəbdən insanların daha çox çəki artırma ehtimalı var. Bu araşdırmanı diqqətinizə çatdırırıq. İnsanlar dərddən də kökəlir. Stress kökəlməyin ən böyük səbəblərindən biridir. Bu haqda Kaliforniya Universitetinin professoru Robert Lustig danışıb. Son araşdırmalar göstərir ki, kilo almamızın ən böyük səbəbi yediklərimizdən çox emosional vəziyyətlərimizdir. İnsanlar adətən qarın bölgəsindəki yağlanmanın yalnız qidalanma ilə əlaqəli olduğunu düşünürlər. Amma bunun əsas səbəbi stressdir deyə professor izah edib. O həmçinin iç orqanlarda yağlanma, fiziki stressdən daha çox psixoloji gərginlikdən qaynaqlandığını da qeyd edib. Stress bədənin kortizol hormonunun miqdarını artırır. Bu hormonun artması isə yağın qarın bölgəsində yığılmasına səbəb olur. Mütəxəssislər düzgün idarə olunan stress və emosional sağlamlıq üçün meditasiya, idman və düzgün yuxu rejimini təklif edir. Düşüncə və duyğularımızın idarə edilməsi sağlam bədən quruluşuna və ümumi rifahınıza böyük təsir göstərir deyə professor bildirib. Süni intellektdən istifadə edirsiniz. Əgər edirsinizsə, mütləq sosial şəbəkələrdə bizi izlədiyiniz zaman şərhlərdə hansı proqramlardan istifadə elədiyinizi qeyd edin. İndi daha çox ChatGPT dəbdədir və ondan həm rəfiqə, həm psixoloq, həm də həkim kimi istifadə edənlərin sayı kifayət qədər çoxdur. Məhz buna görə də alimlər maraqlı bir araşdırma aparıb.
Nəticədə məlum olub ki, süni intellektdən çox istifadə edən insanlarda getdikcə kütləşmə əmələ gəlir. Baxaq. Süni intellekt beynimizi zəiflədirmi? Amerika Birləşmiş Ştatlarının Massachusetts Texnologiya İnstitutunda aparılan araşdırma göstərib ki, ChatGPT kimi süni intellekt vasitələrindən çox istifadə edən tələbələrin beyin fəaliyyəti zəifləyir. Təcrübədə iştirak edən tələbələr 3 qrupa bölünüb. Biri süni intellektdən, biri Google-dan, digəri isə yalnız öz biliyindən istifadə edib. Nəticələrə görə süni intellektdən istifadə edən tələbələrdə yaddaş zəifləyib, beyin aktivliyi 42% aşağı düşüb və yazdıqları mətni xatırlamaq çətin olub. Mütəxəssislər bildirir ki, əgər beyin məşq etmirsə zəifləyir. Necə ki, hərəkətsiz əzələ gücsüzləşir. Psixiatr Artyom Gilyov isə qeyd edir ki, bu vəziyyət təhlükə yox, yeni çağırışdır. Süni intellektdən düzgün istifadə edən insanlar əksinə yeni bacarıqlar qazanaraq beyinlərini inkişaf etdirə bilərlər. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.